Herkese salam. Bugün sizlərə dövrə onluq kəsir haqqında izah vermək istəyirəm. Dövrə onluq kəsir onluq kəsirlər mövzusuna aiddir. Yəni onluq kəsirlərin bir vididir. Belə deyək, bir növüdür. Misal üçün yazaq 0 tam dövrdə 5. Oxunuşu belə olur. 0 tam dövrdə 5 olur. Çünki yəni təkrarlanan ədəd 5-dir. Dövrə onluq kəsirlər iki cür olur. Saf dövrə onluq kəsirlər və qarışıq dövrə onluq kəsirlər. Birinci saf dövrə onluq kəsirdən danışaq. Onluq kəsirlər. Bunlar elə bil ki, tam hissədən sonra dərhal təkrarlanan ədəd gələrsə, saf dövrə onluq kəsirlər adlanır. Yazaq, misal yazaq. 3 tam dövrdə 5. 0 tam dövrdə 3. Yəni, tam hissə ilə dövr edən hissənin arasında heç bir ədəd yoxdursa, heç bir rəqəm yoxdursa, yəni, bunlar saf dövrə onluq kəsirlər adlanır. İkinci, qarışıq dövrə onluq kəsirlər. Qarışıq dövrə onluq kəsirlər. Burada isə tam hissə ilə və təkrar edən hissənin arasında bir və ya bir neçə ədəd olmalıdır. Misal üçün, 1 tam 25 dövrdə 3 və ya 0 tam 5 dövrdə 2. Belə. İndi gəlin biz dövrə onluq kəsirləri adi kəsir şəklində yazmağı öyrənək. Misal üçün, 3 tam dövrdə 5-ə baxırıq. 3 tam dövrdə 5. Tam olduğu kimi qalır. Dövr edən ədəd sürətə yazılır. Dövr edən ədəd sayı qədər məxrəcə 9 yazılır. Əgər ki, biz tam hissəsini kənara atıb da sürəti məxrəcə bölsək, yəni 5-i 9-a böləsi olsaq, dövrdə 5 alacaq. Sonra 0 tam dövrdə 3. Burada da olacaq. Dövr edən ədədin sayı 1-dir. Demək, məxrəcə 1 dənə 9 yazırıq. Sürətə 9 özü düşür. Bunu ixtisar eləyə də bilərik, eləməyə də bilərik. Qalır 1/3. Sonra qarışıq dövrə onluq kəsirlərdən danışaq. Bunları izah eləyək. Misal üçün götürək bunu. 0 tam 5 dövrdə 2. Burada dövr edən ədəd 2-dir. Bir dənə 9 yazdıq. Bir dənə də dövr etməyən bir ədədimiz var. Bu ədəd sayı qədər məxrəcə bir 0 atmalıyıq. Bir dənə ədəddir, ona görə 90 atdıq. Yəni bir dənə 0 yazdıq. Sürətə isə yazacağıq 52 çıxılsın 5-i. Bu da edəcək 47/90. Yəni 90-da 47.